إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله وسلم عليه وعلى آله وصحبه أجمعين أما بعد. Değerli qardaşlarım, bir mövzu barəsində xatırlatmaq etmək istəyirəm və güman edirəm ki, bu mövzu faydalı olacaqdır. Bu mövzu qiyamətin əlamətlərindən olan İmam Mehdi barəsində olacaqdır. Yəni, həqiqi İmam Mehdi kimdir? Onun vəsfi, hakimiyyəti, zuhuru və s. məlumatlar olacaqdır. Çox təəssüf olsun ki, elə bir məmləkətdə yaşayırıq ki, İmam Mehdi barəsində xurafatlar, uydurmalar vardır. Bəzi insanların İmam Mehdi barəsində olan fikri yanlışdır, məlumatı azdır və bəzi firqələr də İmam Mehdi barəsində iddialar etmişlər ki, Mehdi doğulub, mağarada qeybə çəkilib, hal-hazırda bizi görür, eşidir. Bunlar hamısı nədir? Uydurmadır, hamısı yanlışdır. Lakin Əhl-i Sünnə vəl Cəmaa İmam Mehdi barəsində baxış bucağı odur ki, səhih hədislərə əsasən söyləmişlər ki, Mehdi doğulacaq, yəni bir ana onu dünyaya gətirəcək, Əhl-i Beytdəndir, Qureyşdəndir və Həsənin nəslindəndir. Lakin hədislərə keçməmişdən əvvəl bir yeri nəzərə almaq istəyirəm ki, bəzi insanlarda yanlış təsəvvür var ki, həmin adamın adı Mehdidir. Onun adı Mehdi deyildir. Mehdi nədir? Mehdi ərəbcə əl-Mehdiyo, yəni mənası hidayət olunan, doğru yola yönələn kəs deməkdir. Yəni onun adı Mehdi deyil. Mehdi nədir? Mənası hidayət olunan, doğru yola yönələn kəs deməkdir. Onun adı başqadır. Biz hədislərə baxsaq, nəzər yetirsək, Abdullah ibn Məsuddan rəvayət olunur ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belə demişdir. Əgər dünya üçün bir gündən başqa gün qalmasa, Allah məndən, yaxud Əhl-i Beytimdən olan bir kişini göndərməyəncəyə qədər o günü uzadar. Onun adı adımla, atasının adı atamın adı ilə eyni olacaq. Yeryüzünü haqq və ədalətlə bürüyəcək, necə ki, zülm və qəddarlıq bürümüşdür. Başqa bir mətndə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur. Dünya yox olmaz, yaxud qutarmaz, hətta ərəblərin başında Əhl-i Beytimdən bir kişi olmayacaq qədər. Onun adı mənim adımla eyni olacaq. Başqa rəvayətdə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Əhl-i Beytimdən bir kişi ərəblərə hakim olmadıqca dünya sona çatmayacaqdır. Onun adı mənim adıma uyğun olacaq. İmam Əhmədin rəvayətində isə belə gəlmişdir. Allah Rasulü sallallahu aleyhi və səlləm belə demişdir. Əhl-i Beytimdən bir kişi rəhbərlik etməyincə qiyamət qopmayacaqdır. Onun adı mənim adıma uyğun olacaqdır. Yəni hədislərə baxdıqda başa düşürük ki, onun adı Peyğəmbər sallallahu aleyhi və səlləm adı ilə eyni, yəni Muhammed ibn Abdullah, yəni atasının adı da Peyğəmbər sallallahu aleyhi və səlləm atasının adı ilə eyni olacaq. Yəni Muhammed ibn Abdullah əl-Mehdi olacaqdır. Və digər hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm belə demişdir. Əl-Mehdiyyu min itrati min vələdi Fatimə. Buyurmuşdur ki, Allah Rasulü sallallahu aleyhi və səlləm Mehdi nəslimdəndir, Fatimənin övladlarındandır. Və Abu Davud rahimehullah rəvayət etmişdir ki, Əli oğul Həsənə baxdı və bu oğlun Peyğəmbərin adlandırdığı kimi seyiddir. Onun nəslindən Peyğəmbərin adını daşıyan bir nəfər çıxacaq. O, əxlaq baxımından Peyğəmbərə bənzəyəcək, lakin xarici görünüş baxımından ona bənzəməyəcək. Bundan da başa düşürük ki, Mehdi Fatimə radiyallahu anhanın övladlarından olacaqdır, yəni Həsənin nəslindən olacaqdır. Və həmçinin digər hədisdə Əlidən gəlir rəvayət, Allah Rasulü sallallahu aleyhi və səlləm belə demişdir. Əl-Mehdiyyu minnə əhləl beyti yuslihuhullahu fi leylə.
Allah Resulü sallallahu aleyhi ve sellem belə demişdir. Mehdi bizdəndir, əhl-i beytdəndir. Allah onu bir gecədə islah edəcəkdir. Bu hədisdə qardaşlar, Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, onu bir gecədə islah edəcək. Yəni onu bir gecədə ümmətə başçı olaraq xilafətə hazırlayacaq. Qüsülləri olarsa Allah onun tövbəsini qəbul edəcək, islah edəcək, ilham edəcək, doğru yola yönəcək. Bu qəribə deyildir bu hadis. Niyə görə? Çünki İslamın əvvəllərində Ömər ibn Əl-Xattab radiyallahu anhu İslama qarşı çıxanlardan biri idi. Amma Allah onu bir gündə islah etdi, onu Peyğəmbər ikinci vəzir etdi və onu ilham etdi, doğru yola yönəltdi. Onun rəyi Quran ayələrinin enməsi ilə üstə düşürdü və cənnətlə müjdələnən sahabələrdən oldu. Ona görə də bu qəribə deyil. Mehdi bir gecədə Allah hazırca onu islah edəcək, ümmətə xilafətə hazırlayacaqdır. Və həmçinin sünnədə Mehdinin vəsfi gəlmişdir. Və Allah Resulü sallallahu aleyhi və səlləm belə demişdir. Əl-Mehdiyyu minni, əcləl cəbhəti, əqnəl ənfi, yəmnəl arda qistan və adlən, kəmə muliət cəvran və zulmən, yəmniqu səb'a sinin. Demişdir ki, Allah Resulü sallallahu aleyhi və səlləm Mehdi məndəndir. Onun alnı açıq, burunu qırğı burundur. Qırğı burundur. Yeryüzünü haqq ədalətlə bürüyəcək, necə ki zülm və qəddarlıq bürümüşdür. 7 il hökm edəcəkdir. Bu hədisdə dəyərli qardaşlarım Mehdinin vəsifi gəldi. Birinci vəsif nədir? Alnı geniş olması. Yəni başının ön hissəsində saçların geriyə çəkilməsi səbəbilə alnının geniş görünməsi deməkdir. Yəni bu hal tam kəsəlik deyil, yəni tam kəsəl olmayacaq. Sadəcə alnı açıq, üzü aydın və darəvi olacaqdır. Və hədisdə ikinci vəsif gəldi ki, o qırğı burun olacaqdır. Yəni burnu gözəl olacaq, yaslı olmayacaq, burnu uzun olacaq, burnun ucu incə olacaq, yəni burnun ucu incə olacaq və orta hissəsində yüngül qabarlığın olması deməkdir. Yəni yüngülcə qabarıq olacaq burnu. Yəni uzun, burnun ucu incə və biraz qabarıq olacaqdır. Həmçində hədis dəlalət edir ki, hakimiyyəti 7 il olacaqdır. Hakimiyyəti 7 il olacaqdır. Həmçində Allah Resulü sallallahu aleyhi və səlləm belə demişdir. Yeryüzü zülm və haqsızlıqla dolmadıqca qiyamət qopmayacaqdır. Sonra mənim nəslimdən, yaxud əhl-i beytimdən bir kişi çıxacaq və o yeryüzünü əvvəl zülm və haqsızlıqla dolduğu kimi ədalət və haqq ilə dolduracaq. Və İmam Mehdinin, yəni vəsiflərdən biri də yeryüzünü haqq və ədalətlə dolduracaq. Yəni Allah onun əli ilə yeryüzünü islah edəcəkdir. İman və haqq əhlini islah edəcəkdir. Və həmçinin Allah Resulü sallallahu aleyhi və səlləm belə demişdir. Ümmətimin son zamanında Mehdi çıxacaq. Allah ona bol yağış verəcək. Yer öz bitkilərini çıxaracaq. O malı bol-bol və bərabər şəkildə paylayacaq. Mal qara çoxalacaq. Ümmət böyüyəcək və o 7 və ya 8 il yaşayacaq. Yəni hakimiyyətdə qalacaqdır. İmam Mehdinin vəsifləri odur ki, onun dövründə bitkilər çıxacaq, çoxlu yağış olacaq. Mal bol-bol olacaq və ümmət çoxalacaqdır. Necə ki İbn Kəsir rahimehullah demişdir ki öz kitabında onun zamanında məhsul bol olacaqdır. Kənd təsərrüfatı bərəkətlənəcəkdir. Din güclü olacaqdır və yaxşılıqlar davamlı olacaqdır. Həmçində rahimehullah demişdir ki, Mehdi şərq ölkələrindən dəstək görəcəkdir. Şərq ölkələrinin əhalisi ona kömək edəcəkdir. Onun hakimiyyətini dəstəkləyəcəklər. Bayraqları isə qara rəngdə olacaqdır. Bu əzəmət və vüqar nişanəsidir. Çünki Peyğəmbərin də sallallahu aleyhi və səlləm də bayrağı qara rəngdə idi. Ona uqab, yəni qaltar deyərdilər. Bu sonra rahimehullah kitabında davam edir ki, axır zamanda Mehdi şərq tərəfdən çıxacaqdır. Yoxsa ki, müxaliflərin iddia etdiyi kimi qaranlıq bir mağarada qeyb olub, sonra peyda olacaqdır. Yox, onların görüşü şeytanın uydurmasıdır. Quran və sünnədə belə bir şey yoxdur. Doğrudan da rahimehullah düz deyir. Yəni, hansı ki, müxaliflər deyirlər ki, Mehdi mağarada qeybə çəkilib, bizi görür, eşidir. Bu hamısı şeytanın uydurmasıdır. Heç bir hədisə əsaslanmır. Sadəcə olaraq, yəni bu böyük şirkə də girir. Onların deməsi ki, zamanın sahibidir, bizi görür, bizi eşidir. Bu hamısı böyük şirkə girir. Bu şeytanın uydurmasıdır. Və həmçinin Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki,
Şübhəsiz mənim ümmətimdə Mehdi olacaq. O çıxacaq və 5, yaxud 7, yaxud 9 il yaşayacaq. Sonra Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur. Bir kişi onun yanına gəlib, ey Mehdi, mənə ver deyəcək. Mehdi də həmin kişinin paltarının içinə daşıya biləcəyi qədər mal dolduracaqdır. Bu hədisdə, dəyərli qardaşlarım, gəldi ki, Mehdi hakimiyyətdə 5, 7, 9 gəlir. Alimə deyir ki, burada ravi Zeyddir. Zeyd zəif ravidir. Yəni, burada şəkkə düşür. 5, 7, 9. Səhih hədisləri əsasən alimlər deyirlər ki, səhih görüşə görə 7 il hakimiyyəti olacaq. Mehdi 7 il hakimiyyəti olacaq. Və həmçinin də Mehdi səxavətli, zöhmət şəxsi olacaq. Yəni, malını insanlara çox verəcəkdir. Necə ki, Müslümdə gələn rəvayətdə Cabir radiyallahu anh rəvayət edir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belə demişdir. Yakunu fi axir ümmeti xalifə yəhsil mələ həsyan la ya'udduhu adada. Allah Rasulü sallallahu aleyhi və səlləm belə demişdir. Qiyamətə yaxın ümmətimin axırında saymadan mal paylayan xəlifə olacaqdır. Bu da göstərir ki, Mehdi cömərd və səxavətli kəs olacaqdır. Həmçində Allah Rasulü sallallahu aleyhi və səlləm belə demişdir. Sizə Mehdi ilə müjdə verirəm. O, insanlar arasında ixtilaflar və zəlzələlər olduğu bir vaxtda ümmətin içərisində göndəriləcək. Yeryüzü zülm və haqsızlıqla dolduğu kimi, o da onu ədalət və insafla dolduracaq. Ondan göydəkilər də, yerdəkilər də razı qalacaq. O malı insanlar arasında bərabər şəkildə bölüşdürəcəkdir. Yəni, İmam Mehdi zuhuru insanlar ixtilaf zamanı, zəlzələrin çoxaldığı zaman zuhuru baş verəcək. Həmçinin alimə deyir ki, yeryüzü zülm və haqsızlıqla dolanda İmam Mehdinin zuhuru alamətlərindəndir. Həmçinin alamətlərini alimə deyirlər ki, acılıq, yağışın kəsilməsi, quraqlıq, bitkilərin bitməməsi. Həmçinin alimlər deyirlər alamətlərindən zuhurun Mədinə şəhərinin xaraba qalması və Beytül Məqdisinin, yəni Qüdsün çiçəklənməsi, böyük müharibənin başlaması, yəni İstanbulun fəth olunması, Dəccalın çıxması. Bunlar hamısı Mehdinin zuhurun alamətlərindəndir. Həmçinin də alamətlərindən deyirlər ki, fitnələrin yayılması, müharibələrin, düşmənçiliyin çoxalması, hamısı Mehdinin zuhurunun alamətlərindəndir. Həmçinin də Cabir ibn Abdullahdan rəvayət olunur ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belə demişdir. Ümmətimdən bir dəstə qiyamətə qədər haqq üzərində döyüşməyə davam edəcək. Sonra Məryəm oğlu İsa aleyhissalam enəcək. Müsəlmanların əmiri ona gəl bizə namaz qıldır deyəcək. O isə belə cavab verəcək. Xeyr, Allahın bu ümmətə verdiyi bir ikram olaraq siz bir-birinizə rəhbərlik edirsiniz. Bu hədisdə İsa aleyhissalam enəndə müsəlmanların əmri gəlir. Müsəlmanların əmri deyəcək ki, gəl bizə namaz qıldır. Bu əmir Mehdidir. Deyəcək ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belə demişdir. Məryəm oğlu İsa'nın arxasında namaz qılan şəxs bizdəndir. Və digər hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm belə demişdir. Məryəm oğlu İsa aleyhissalam aranıza endiyi və sizdən biri sizdə imam olduğu zaman halınız necə olacaqdır? Və bu hədislər göstərir ki, həmin İsa aleyhissalam endiyi zaman həmin imam namaz qıldıran Mehdi olacaqdır. Və Mehdi imam yəni olduqda, namaz qıldıqda İsa aleyhissalam enəcəkdir. Lakin burada sual ortaya çıxa bilər ki, necə ola bilər ki, yəni salih insan peyğəmbərə namaz qıldırsın? Çünki peyğəmbər üstündür. Fəzilət üstündür. Və sual yaranır ki, necə olur ki, peyğəmbər namaz qıldırmır, amma salih insan qılır. Alimlər deyirlər ki, birinci olaraq ki, bu xəbəri Allah Rasulü sallallahu aleyhi ve sellem bizə vermişdir. Və o da öz nəfsindən yox, vəhy ilə danışmışdır. Bunu təsdiq etmək bizim üzərimizə vacibdir. İkinci olaraq deyirlər ki, hədisdə elə səbəbi özü dedi İsa aleyhissalam ki, Allahın bu ümmətə verdiyi şərəf və ikramdır. Həm də İsa'nın təvazökarlığı böyük əxlaq sahibi olduğunu göstərir. Üçüncü isə şəriətdə insanın fəzilət özündən üstün olan insana imamlıq etməsi icazə edir. Yəni insan özündən fəzilətcə üstün olan insana imamlıq etməsi icazə edir. Necə ki, Allah Rasulü sallallahu aleyhi ve sellem xəstə olduqda Əbu Bəkir radiyallahu anh arxasında namaz qıldırmışdır. Həmçinin də Tabuk döyüşündə Allah Rasulü
sallallahu aleyhi və səlləm Abdurrahman ibn Avfun arxasında namaz qıldırmışlar. Bu göstərir ki, şəriətdə yəni bir insan özündən fəzilətcə olan insana namaz qıldırması icazəlidir. Həmçində 4-cü olan alimə deyirlər ki, İsa'ya ilk olaraq əmr bəl olması Muhammedin sallallahu aleyhi və səlləm şəriətinə tabiçilik göstərməsi və Peyğəmbərin şəriətin aradan qalxmamasının göstəricisi olacaqdır. Yəni İsa əleyhissalam bunu göstərəcək ki, Muhammed sallallahu aleyhi və səlləm, Muhammed sallallahu aleyhi və səlləm şəriət aradan qalxmayacaq, onun şəriətinə tabi olacaqdır. Həmçinin hədisdə gəlir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm Mehdi haqqında belə buyurmuşdur. Onların imamı salih bir kişi olacaq. İmam onlara sübh namazını qıldırmaq üçün önə keçdiyi zaman Məryəm oğlu İsa aleyhissalam eləcək. İmam geri çəkilərək addım-addım arxaya gedəcək ki, İsa aleyhissalam insanlara imamlıq etsin. Lakin İsa əlini onun iki çiyini arasına qoyacaq və belə deyəcək: önə keç və namazı qıldır. Çünki bu namaz sənin üçün iqamə edilmişdir. Beləliklə onların imamı onlara namaz qıldıracaq. Bu hədisdən fayda nədir? Fayda odur ki, imam Mehdidir. Namaz qıldıran vaxtı İsa əleyhissalam eləcək və o həmin namaz hansı namazdır? Sübh namazı olacaqdır. Və İbn Həcər rahimehullah deyir ki, Mehdinin bu ümmətdən olacağı və İsa'nın aleyhissalamın onun arxasında namaz qılacağı barədə gələn xəbərlər mütəvatir həddinə çatmışdır. Mütəvatir yəni çoxlu hədislərdir. Hansı ki 50-30 hədis. Həmçinin də sual burada yarana bilər ki, qardaşlar sizdə ki, yaxşı, dedi ki, namaz qıldıran Mehdidir. Bu sübh namazı baş verəcəkdir. İsa aleyhissalam enəcəkdir. Yaxşı, bu hadisə harda baş verəcəkdir? Bu hadisə harda baş verəcəkdir? Bu sualın cavabını elə Allah Rasulü sallallahu aleyhi ve sellem cavab vermişdir. Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, Yanzilu İsa ibn Meryem aleyhissalam innel menaretil beydai şerqiyye Dimeşq aleyhi mumessaratan keenne ra'sahu yaqtur minhu'l cumam. Allah Rasulü sallallahu aleyhi ve sellem belə demişdir. Məryəm oğlu İsa Dəməşqin şərq tərəfində yerləşən ağ minaranın yanında inəcək. Onun əynində zəfaran rənginə boyanmış iki paltar olacaqdır. Başında isə sanki mirvari dənələri damlayırmış kimi görünəcəkdir. Yəni bu hədisdən fayda odur ki, qardaşlar, İsa aleyhissalam indi yer Suriyanın hal-hazırda Dəməşq şəhrində olacaqdır və Dəməşqin şərq tərəfində olacaqdır, ağ minaranın yanında. Lakin xüsusi yer haradır, o məlum deyil. Xüsusi olaraq haradır, bilinmir. Yəni bizə fayda nədir? İmam Mehdi olacaqdır, namaz vaxtı olacaqdır, sübh namazı vaxtı olacaqdır və Dəməşq şəhrində olacaqdır və İsa aleyhissalam enəndə də üzərində qırmızı boyayan paltar olacaqdır, sanki də saçları mirvariyə oxşayacaqdır. Bu bizim üçün faydadır. Həmçində dəyərli qardaşlarım, İmam Mehdi hədisləri inkar edənlər vardır. Bəzi insanlar bu hədisləri inkar edirlər və cavab olaraq deyir ki, bu mümkünsüzdür. Yəni yalan olması mümkünsüzdür. Çünki İmam Mehdi haqqında olan hədislər mütəvatir dərəcəsindədir. Mütəvatir nədir? Yəni 30-50 hədis, ravilərin çoxu hədis rivayet etməsi, bu ravilərin yalan üzərində ittifaq etməsi mümkünsüzdür. Yəni 30-50 hədis gəlmişdir. Necə ki, alimlərdən Əbul Həsən Əl-Arabi demişdir ki, Mehdi barəsində peyğəmbərlərdən gələn hədislər mütəvatirdir. Və həmçinin İmam Şavkani rahimehullah demişdir ki, Mehdinin gəlməsini 50 hədislə mütəvatir olduğunu açıqlamaq olar. Və digər alim Siddiq Həsən xan rahimehullah demişdir ki, Mehdi barəsində hədislər fərqli olsa da həqiqətən də çoxdur və mütəvatir dərəcəsindədir. Bu hədislər Sünən və Musnədlərdə vardır. Bəzi alimlər də vardır ki, bəzi insanlar vardır ki, İmam Mehdinin hədislərini inkar edir və deyirlər ki, İmam Mehdi İsa aleyhissalamdır. Yəni İsa'nın özüdür. Onlar sökəndiyi hədis İbn Macədə olan bir hədisdir. Ənəsdən gəlir o hədis və necə ki, orada Allah Rasulü sallallahu aleyhi ve sellem belə demişdir o hədisdə ki, fitnə fəsad yayılacaq, dünyanın sonu yaxınlaşacaq, insanlarda paxıllıq və xəsislik çoxalacaq və qiyamət yalnız pis insanlara qopacaqdır. Mehdi isə elə Məryəm oğlu İsa'dır. Bu İbn Macə rahimehullah bunu rivayet etmişdir. Lakin bu hədis Şeyx Albani rahimehullah dediyi kimi çox dərəcədə zəifdir. Niyə görə zəifdir? Çünki bu hədisin ravilərindən
Muhammed ibn Xalid Əl-Cunni zəif ravidir. Necə İbn Həzər rahimehullah demişdir bu ravi barəsində ki, bu ravi məhsuldur, bilinmir. Və bu hədislər hamısı mutavatir cəhəddəsindədir. Hansı, yəni biz nə keçdik? Keçdik ki, Mehdi adı nədir? Muhammed ibn Abdullahdır, Əl-Mehdi. Deməli, bir adını bildik, Mehdi ibn Abdullah Əhl-i Beytdəndir, Qureyşdəndir, Fatimə radiyallahu anhənin övladlarındandır, yəni Həsənin nəslindəndir və hakimiyyətdə nə qədər olacaqdır? 7 il hakimiyyətdə olacaqdır. Onun dövründə yağışlar yağacaq, bol yağışlar, bitkilər çıxacaqdır, mal-qara çoxalacaqdır, bərəkətli olacaqdır və həmçinin dedi ki, Mehdi cömert bir insan olacaqdır, yəni gələcəkdir, yəni olacaqdır. Bəli, cömert bir insan olacaqdır və onun dedi ki, zuhurunun əlamətlərindən dedi ki, fitnə zamanı fitnələr olacaq, müharibələr olacaqdır, aclıq, quraqlıq, döyüş, dediyi həmçinin Mədinənin şəhərin xaraba qalması, Qüdsün çiçəklənməsi, böyük döyüşün başlanması, İstanbulun fəth olunması, Dəccalın çıxması və yeryüzü zülmətlə dolacaq və həmçinin dedi ki, Mehdi gəldikdə hakimiyyəti dövründə haqq, ədalət öz yerini tapacaqdır. Və həmçinin də dedi ki, Mehdinin vəsflərindən gəldi ki, vəsfi nə olduğunu, alnı geniş və qırğı burun olacaqdır. Yəni dedi ki, burnu qırğı burun nədir? Yəni uzun, burnu ucu incə və biraz qabarıq şəkildə olacaqdır. Həmçinin də dedi ki, Mehdi sübh namazı vaxtı namaz qıldıracaq və bu harda baş verəcək? Dəməşqdə, şərq tərəfində Ağ Minaranın yanında İsa əleyhissalam enəcək və onu namaz qılmasını istəyəcək. Amma İsa əleyhissalam onu namaz qılmasını istəyəcək, o namaz qıldıracaqdır və bunlar hamısı nədir? Mutavatir dərəcəsindədir və çoxlu hədislər varid olmuşdur. Və Allah subhanahu teala dua edirəm ki, bu dərsimi faydalı etsin və necə ki, bəzi dedi ki, batil əhli demişdir ki, Mehdi mağarada qeybə çıxıb və görür, zamanın ağası. Bunlar hamısı nədir? İbn Kəsir rahimehullah dediyi kimi şeytanın uydurmasıdır. Heç bir sünnədə olan hədisə isnadı yoxdur. Bu yalnız xurafatdır. Yəni doğrusu da dediyimiz bu cürlə olan hədislərdir. Və Allah azza və cəllə bizi haqqı görüb, haqqa müvəffəq etməyi bizə nəsib eləsin. Batili batıl kimi görüb, batildən uzaqlaşmağı bizə nəsib eləsin. Və Allah azza dua edirəm ki, bu dərsimi hər bir müsəlman bacı qardaşlarıma faydalı etsin. Subhanaka Allahumma bihamdik. Əşhədu ən la ilahən əstəğfiruka. Allah sizdən razı olsun qardaşlar.